Bismillahirrahmanirrahim. Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər, hörmətli qonaqlar. Bugün bildiyimiz kimi bəşəriyyətin xilaskarı, qəlblərin həsrəti, möminlərin intizarı, zamanın sahibi İmam Mehdi əleyhissalamın Mövlud günüdür. Bu mötəbər gün münasibəti ilə hər birinizi ürəkdən təbrik edirəm. Allah bu ağanın nəzərindən bizi məhrum etməsin inşallah və onun mübarək zuhurunu təcil etsin. İlk qonağı dəvət etməmişdən öncə bir qeydi çatdırım, nəzərinizə çatdırım ki, Mövlud tədbirimizin gedişində sual-cavab olacaq. Auditoriya ilə verilən suallara düzgün cavab verən şəxslərə dəyərli ruhanimiz Alim Hacı Ramil Bədəlov tərəfindən hədiyyələr təqdim olunacaq. İndi isə məclisimizi Quranla başlayırıq. Sözü verirəm Beynəlxalq Quran qarisi Hacı İlkin Həsənzadəyə. Oxunacaq Quranın qəlblərdə, ruhumuzda təsir qoymasına xatir Peyğəmbər və Ali Peyğəmbərə salavat zikr edək. Buyurun Hacı. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم توبوا إلى الله توبة نصوحا عسى ربكم أن يكفر عنكم سيئاتكم ويدخلكم جنات تجري من تحتها الأنهار يوم لا يخزي الله النبي والذين آمنوا معه نورهم يسعى بين أيديهم وبأيمانهم يقولون ربنا أتمم لنا نورنا واغفر
يا أيها النبي جاهد الكفار والمنافقين واغلظ عليهم يا أيها النبي جاهد الكفار والمنافقين واغلظ عليهم ومأواهم جهنم وبئس المصير ضرب الله مثلا للذين كفروا امرأة نوح وامرأة لوط كانتا تحت عبدين من عبادنا صالحين فخانتاهما فلم يغنيا عنهما من الله شيئا وقيل ادخلا النار مع الداخلين ضرب الله مثلا للذين كفروا امرأة نوح وامرأة لوط كانتا تحت عبدين من عبادنا صالحين فخانتاهما فلم يغنيا عنهما من الله شيئا وقيل ادخلا النار مع الداخلين صدق الله العلي العظيم اللهم صل وسلم على رسول الله وآله الأطهار
Bismillahirrahmanirrahim. Mən də təbrik edirəm öz növbəmdə zamanın sahibinin mövlud münasibəti ilə burada məclis əhlini və izləyicilərimizi təbrik edirəm. Başda ruhanimiz Hacı Rami qardaşımızı təbrik edirəm bugünkü gün münasibəti ilə. Şükürlər olsun ki, mənə də nəsib oldu bu gözəl ağanın mövlud münasibəti məclisində iştirak etmək. Yetdi fələkə eylədiyim nalə-i zarım. Yetdi fələkə eylədiyim nalə-i zarım. Bitməkdədir ömrüm soluban bağ-ı baharım. Yetdi fələkə eylədiyim nalə-i zarım. Bitməkdədir ömrüm soluban bağ-ı baharım. Artıq tükənibdir dəxi yox səbr qərarım. Bəxtim üzümə gülmədi, gülsəydi gülərdi. Gəl gəl dediyim gəlmədi, gəlsəydi gələrdi. Həsrət dolu qəlbim gəzirəm hali pərişan. Çox istədim olmaq mən onun bəzminə mehman. Neynim məni biçarəyə lütf etmədi canan. Neynim məni biçarəyə lütf etmədi canan. Dərdi sərimi bilmədi, bilsəydi bilərdi. Gəl gəl dediyim gəlmədi, gəlsəydi gələrdi. Gör bir necə qəmlər yaşadır məndə nigarım. Gör bir necə qəmlər yaşadır məndə nigarım. Qoymur bu canım rahat ola təndə nigarım. Göz yaşı yaşatdı mənə nazəndə nigarım. Göz yaşı yaşatdı mənə nazəndə nigarım. Ağlar gözümü silmədi, silsəydi silərdi. Gəl gəl dediyim gəlmədi, gəlsəydi gələrdi. Gəlsəydi mənim halımı sözsüz o bilərdi. Gəl gəl dediyim gəlmədi, gəlsəydi gələrdi. İntizarın üzür aşiqlərini, ya Məhdi. Çünki sənsən bütün aşiqlərə Mövla Məhdi. Ged-gedə haqqı ədalət tükənib incələşir. Gəl ki bərpa ola haqqıyla bu dünya Məhdi. Əllər açılıb sənə doğru, səni biz and veririk. Tez zuhur et, nola tez gəl sən Zəhra Məhdi. Gözləyir ki, yerə göylərdən enə şövqin ilə iqtida eyləmək üçün sənə İsa Məhdi. Oxu avazın ilə məclisi sən şura gətir ki, Hüseyn məclisinə bəlkə gələ ta Məhdi. Heç nəyi bilməsə səyyar, bunu çox yaxşı bilir. Şübhəsiz haqq edəcək səndə təcəlla Məhdi. Şübhəsiz haqq edəcək səndə təcəlla Məhdi. Bir şeir də inşallah xidmətinizə çatdırın. Bu şeir ancaq özümə aiddir. Özümə bir nəsiyyət kimi də yazmışam. Yəni, ola bilməsin ki, kimsə desin, kiminsə ünvanınadır. Yox, bir Allah şahiddir ki, özümü bir lorin bir söz var ki, tənbih eləmək üçün sadəcə sizlərlə bu şeiri bölüşürəm. Ey çəkən həsrət-i hicran-ı fani dünyada, vəslə sanma, yetir aşiqləranı dünyada. Boş yerə gözləmə sahib zamanı dünyada. İstəyirsən əgər ey bəndə, ol gözəl gəlsin. Çarəsi, bax bunun ancaq budur, düzəl gəlsin. Doldurubsan namazın gündəliknə qaibini, bilməyirsən əməlin müstəhəblə vacibini, hansı üzlə çağırırsan zamanə sahibini,
səsləyib, sən belə 100 yol desən də gəl, gəlməz. Olmasa gördüyün işlərdə düz əməl gəlməz. Sən duayı fərəci söylə dilbərin gəlmir. Lütf edib bir sənə olmah-ı mənzərin gəlmir. Bi əməl sən deyə nazəndə sərvərin gəlmir. Gəlsə höccət üzünə, baxmağa üzün gəlməz. Səndən ötürü alıb Allahdan ol izin gəlməz. Vermisən qəlbini şeytana sən deyib gülsün. Varmı bir kimsə səni söylə bəxtəvər bilsin. Çox da gəl demə kim sahibə zaman gəlsin. Haqqı ey xanəsi viranə gəlməsən gəlməz. Bunca sən dinə və imana gəlməsən gəlməz. Bu fəna mülkünə aldanma, gəl düzəl səyyar. Gör yazırsan kimin haqqında sən qəzəl səyyar. Nə yazırsan ağa haqqında yaz gözəl səyyar. Lütf edib bəlkə bu yazdığına məhliqa gəlsin. İczilə qeybət-i kübradan et dua gəlsin. İczilə qeybət-i kübradan dua edək ki ağamız zuhur eləsin inşallah. Bir salava zikr edək inşallah. Bir aşıqana bir qəzəl də deyək inşallah. Burada qardaşlarımız da var, şair qardaşlarımız. Onlar da söz deyəcəklər. Ruhanimiz də çıxış edəcək. Onu... Ey gəzən, mən başqa qəzəl deyəcəkdim. Oradan işarə verdilər, bir başqa şeirimi deyim inşallah. Ey gəzən qəmli kədərli, demə çox ahım var. Bu qədər etmə şikayətli ümidgahım var. Üst tutub Allaha ərz etmə böyükdür dərdim. Əksinə, dərdüvə ərz et böyük Allahım var. Aldı səndən, səni çaşdırdı ey insan dünya. Verdi şöhrət ki təkəbbürlügün olsun ifşa. Bunca sən fəth eləsən də ən uca zirvələri. Emmərəm, sən ucalan zirvələrə, mən əsla. Qafil insan yaşayır, amma deyib gülmək üçün. Bir düşünmür neyisə dərk eləyib bilmək üçün. Bağlanıb dövrə deyir ki yaşamaq üçün ölürəm. Anlamır, büsbütün aləm yaşayır ölmək üçün. Fani dünyaya əzəldən belə mən bimeyləm. Olmayıbdır hələ dünya malına mən əyləm. O mənim, ya bu mənimdir, bunu əsla demərəm. Çünki bir halda əgər ki mən sözümün deyiləm. Səyyara, sanma məni ruzu üçün fikr edirəm. Oldu ya olmadı, Allahı fəqət zikr edirəm. Bir çoxu şükr eləyir, ruzu olan anlarda. Mən isə olmayan anda əl açıb şükr edirəm. Mən isə olmayan anda əl açıb şükr edirəm. Gülzarə məni zarin, cananı gəlib getdi. Bilməm niyə cananım pünhanı gəlib getdi. Dil gözlədi dildari, oldu ömrüm yari. Bu həsrətin eytarı, hər anı gəlib getdi. İndi mənəm ey canan, səhradakı sərgərdan. Məcnun elədi seyran, devranı gəlib getdi. Kuyunda ikən xəlvət, ağlar idi mərsaət. Bir bilmədi kim afət, nalanı gəlib getdi. Könlüm mənim ol dəmdə, görmüşdü sevinç qəmdə. Rüzgarı bu aləmdə, xudmanı gəlib getdi. Şeir içrə çəkib ahi, Bağdadda qəzəl şahı. Ondan sonra bir dahi, Şirvanı gəlib getdi. Kuyunda ikən yarın, yüzlərlə dili zarın. Həmçində bu səyyarın, meydanı gəlib getdi. Meydanı gəlib getdi. Salava zikr edək inşallah. Məsələlər cizanı, sənətin. Allah kim olsun.
Bismillahirrahmanirrahim. Bu gözəl mövlud münasibəti ilə dəyərli qardaş bacılarımızı təbrik edirəm və məclis ki nuranidir, daha da nurani olsun deyənə xanım Zəhranın pak və mütəhhər ruhuna salavat edirik inşallah. Hardadır dinini bərpa eləmək üçün seçilən? Hardadır dinini bərpa eləmək üçün seçilən? Hardadır uğruna min şövq ilə candan keçilən? Hardadır vəslinə tez yetmək üçün arzulanan? Hardadır cümə günü yad edilən, vurğulanan? Hardadır dar günümüzdə köməyə səslənilən? Hardadır çarəsinə daim ümid bəslənilən? Hardadır Qur'anın icrasını təmin eləyən? Hardadır saflığı, düzgünlüyü təlqin eləyən? Hardadır fasiqin alt-üst eləyən niyyətini? Hardadır dostunun hərdəm qoruyan izzətini? Hardadır düşmənini aləmə rüsva eləyən? Hardadır məkr edənin hiləsini zay eləyən? Hardadır kulli təcavüzkara meydan oxuyan? Hardadır keçməyən heç bir hədəfindən oxuyan? Hardadır şirk evini qəhr ilə bərbad eləyən? Hardadır eşq ilə haqq mülkünü abad eləyən? Hardadır Rəbbinə üsyan edəni məhv eləyən? Hardadır zülm ilə tüğyan edəni məhv eləyən? Hardadır məzlumun haqqın yeyənin canın alan? Hardadır Xatəmin övladlarının qanın alan? Hardadır yer üzünə haqla, ədalətlə gələn? Hardadır taxtına şövkətlə, şərafətlə gələn? Hardadır qaldıran aləmdə hidayət ələmin? Hardadır zinət edən dəhrə mübarək qədəmin? Hardadır şəni ləyaqətlilərin övladı? Hardadır əsli nəcabətlilərin övladı? Hardadır varisi peyğəmbər olan son höccət? Hardadır ümmətinə rəhbər olan son höccət? De ki, qeyb elmini aslan bu bəşər dərk eləməz. Fəqət heç vaxt bizi son höccətimiz tərk eləməz. O bu gündə aramızda dolanır şam səhər. Görərik, bəlkə bəsirətli biri olsaq əgər. Görərik, bəlkə bəsirətli biri olsaq əgər. Peyğəmbər və ali Peyğəmbərə 3 dəfə nurani salavat zikr edə inşallah. Telefonun avucu götür. Euzubillahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Nahmaduhu ve neşkuruhu, nestağfiruhu ve nesta'inuhu, netevekkelu aleyhi ve netevesselu ileyh. Esselatu vesselamu ala seyyidina ve nebiyyina ve habibina ve tabibina ve şefi'ina ve mevlana Ebul Qasimil Mustafa Muhammed. ثم الصلاة على إطرته المكرمين والسيما بقية الله في الأراضين ولعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. İnşallah məclis İmam-ı zamanımızın mübarək nəzəri ilə daha da nuran olsun deyənə Xanım Zəhranın pak və müqəddəs ruhuna salavat hədiyyə elə.
İlk öncə təbrik eləyirəm bu gözəl gün münasibəti ilə hər birinizi. Allah o şəxsiyyətin, ziyarətin, şəfaətin, onun əlini öpməyi bizlərə nəsib eləsin inşallah. Bu gecə çox önəmli bir gecədir. Sözün əsl mənasında. O qədər mühüm gecədir ki, tövsiyə olunur bizə yatmayaq, əhya saxlayaq bu gecə. Bu gecə sübhə yaxın bəşəriyyətin xilaskarı doğulur, dünyaya göz açır. Və biz o şəxsiyyətin qeyb dönəmində yaşayırıq. Və o şəxsiyyət bir gün zuhur eləyəcək. Bu qətidir, la raybə fihi, burada zərrə qədər şək, şübhə yoxdur. Necə qiyamət baş verməlidir, ölüm haqdır, zuhur da labüddür. Mütləq və mütləq zuhur olmalıdır. Əgər zuhur olmasaydı, onda bu dünyanın yaranması boş olardı. İlahi hikmət bunu tələb edir. Bəli, zuhur mütləq olmalıdır. Amma zuhurdan sonra qiyamət baş tutacaq. Zuhur olmadan qiyamət də qeyri-mümkündür. Zuhur daha sonra qiyamət baş verəcək. Hətta belə deyirlər, əşratu sa'a, qiyamətin şərtləri. Qiyamətin şərtlərindən biri zuhurdur. Zuhur baş tutmasa qiyamət baş tuta bilməz. Nədən deyirlər, bu qiyamət olar bir iki günə. Bu zuhur hələ baş verməyibsə, qiyamət olmayacaq. Birinci zuhurdur, sonra qiyamətdir. Və zuhur dönəmində İmam Zaman zuhur elədikdən sonra ən mühüm işlərdən biri haqqın batildən ayrılmasıdır. Haqq batildən ayrılır. O dönəmdə dünya rahat nəfəs alacaq. Bir şairanə danışsam, dünya dərindən bir ah çəkəcək. Ah, qurtuldum. Dövrün imamı gəldi. Allahın söylədiyi bu cümlə ki var, bəşəri Adəmi yaradanda o cümlə tamamilə şəffaf şəkildə zuhur eləyəcək. O hansı cümlədir? Elə ki, Adəmi Allah yaradır, mələklər deyir, ətəcəlu fiha mən yufsidu və yəsfikud dima, fəsad törədəni, qan tökəni yaradırsan, dünyanın bugünkü halını deyir də, belə dəqiq söz deyib də mələk. Mələk dəqiq nöqtə söz deyir. Deyir, qan tökən, fəsad törədən insanı mı yaradırsan? Allah bir söz deyir. Nə deyim sizə? Ən yaxşı söz budur. İnni a'ləm ma la ta'lamun. Bildiklərim var, siz bilmirsiniz. Hərdən olur, deyirsən, nə qədər izah versəm alınmayacaq. Deyir, bunu yaşamalısan, bunu görməlisən. Mən sən nə deyim? Nə desəm deyəcəksən ki, bu necə olur? İnni a'ləm mə la ta'lamun. Bildiklərim var, siz bilmirsiniz. Bu ayə tamamilə zuhurda şəffaf şəkildə təcəlli eləyəcək. Bu ayə, bu cümlə. Allah deyəcək mələklərə, bax bunu deyirdim. İndi bax, insanlar fəsad törədə bilmir. Bax, qan tökə bilmir. İmam zuhur eləyəndən sonra ki, ədalət tam mənada bərpa olandan sonra əmniyyət hər cəhətdən, mənəvi cəhətdən, maddi cəhətdən, hər bir şey ki, öz yerini tutandan sonra inni a'ləm ma la ta'lamun. Bax, bildiklərim bu idi. Siz bunları bilmirsiniz. Bildiklərim var. Və İmam Zaman zuhur elədikdən sonra bu dünya hansı həddə çata bilərdisə, son həddi təkamül baxımdan o həddə gəlib çatacaq. Amma yenə də nəzərə alın ki, bu dünya maddi dünyadır. Nə qədər yaxşı olsa da, belə gözəl olsa da, belə dünyadır bu. Dünyadırsa fanidir, fanidirsə məhduddur. Hansı həddə gəlir çatırsa çatsın, yenə məhdud bir dünyadır. Amma insan ruhu
Məhdudu sevmir, fanını sevmir. Çünki özü məhdud deyil axı. Dünya nə qədər yaxşı həddə gəlib çatsa da belə, insan ruhu məhdud olmadığına görə bu məhdud dünya ilə yenə də razılaşa bilməz. Hansı mənada indi çıxışımın əsnasında izah verməyə çalışacağam. Amma diqqətlə qulaq olsun, mən bilən yaxşı mənada fikirlərimiz dəyişər. O pessimist dünya görüşündən qurtular insan bu baxışla baxsa. Dünya hansı həddə gözəlləşsə də belə insan qane olmur. Ona görə Allah Teala buyurur: "Əraditum bil həyat dünya." Dünya ilə razılaşırsınız. Axı sizin ruhunuz razılaşmır. Niyə məcbur edirsiniz razılaşsın? Bu bir ayət. Elə ki, dünya bir həddə gəlir, çatır, əmniyyət var, iqtisadi baxımdan hər şey gözəldir, maddi baxımdan hər şey gözəldir, rifah var və s. və s. Mənəviyyət baxımdan da insan Allaha tərəf rahat şəkildə gedə bilir. Bunlar hamısı var. Amma insan ruhu bundan da qane ola bilmir. Artıq orada dünya, bəşəriyyət ki gəlir, hansı həddə çatmalıdır, çatdı. Orada dünya qiyamətlə əvəzlənməyə başlayacaq. Çünki insan mənəvi aləmlərdən gəlib. Fis-səmai rizqukum. Sizin ruziləriniz səmadadır. İnsan səmavidir. Sadəcə olaraq yerə düşüb, yerin rəngini alıb, İmam Zaman gələcək, insanı neynəyəcək? Ali bir insan olması üçün bir zəmin yaradacaq. İnsan səmaviləşəcək, biraz şairanə danışsam. İstəqəltum ilə ərd, yerdən ki yapışmış insan yerdən qopmaq istəyəcək. Dünya hansı həddə gəlib çatmalısa çatacaq da lap gözəl həddində. O gözəl həddlə razılaşmır axı yenə də insan ruhu. Bax orada deyir dünya əvəzlənir. Qiyamət baş verir. Məhz bu baxışla baxsaq həyata, qiyamət o zaman baş verməyəcək ki, dünya xarab olacaq, qiyamət baş verəcək. Dünya ən gözəl həddinə gəlib çatacaq. Zülm əhli olmayacaq. Haqqın alternativi batillər olmayacaq. İnsan çaşbaş qalmayacaq, nə düzdür, nə səhvdir. Hər şey gözəldir bu mənada. Yol şəffafdır. Görürsən yolu rahat şəkildə. Səni azdırmaq üçün bir şərait olmayacaq. Zuhur dönəmində belə bir vəziyyət yaranacaq. Anlayırsınız məni inşallah. Belə bir dönəm da batillər yoxdur. Haqqın alternativ batilləri yoxdur. İmam Zaman gəlib bu yolların hamısını dağıdır. Hamısı aradan gedir. Bir dənə yol var. Bəli, bəzi adamlar olacaq ki, orada da yenə də getməyəcək yolu. Günahkar olacaq, zalim olmayacaq. Heç kəs mane ola bilməyəcək onu o yolda getsin. Amma özü getmir, özü bilsin. Siz elə bilməyin zuhur dönəmində hamı mömin olacaq. Yox. Kim ki iman əhli olmaq istəyir, maniyəsi olmayacaq. Amma ola bilər o dönəmdə insanlar var ki, yenə də imanda olmasın. Fərdi günah eləyə bilər, ictimai günah eləyə bilməyəcək. Yəni cəmiyyətin eləyə bilməyəcək. İctimai bu mənada ya zülm eləsin, kimisə qabağını alsın, bu olmayacaq. Belə bir dönəm yaranacaq. Və dünya ən yaxşı həddə gəlib çatır, amma nə qədər yaxşı da olsa dünyadadır. Dunuvdan da deyirlər, aşağıdır. Hər halda nə qədər gözəl də olsa, kamil mərhələyə gəlib çatır. Amma kamil mərhələdən daha kamil mərhələyə dönüş edir dünya, keçid edir dünya. Daha kamil mərhələ qiyamətdir. Zuhur dünya ilə qiyamət arasında bir körpüdür. Dünya zuhur körpüsündən qiyamətə hərəkət edir. O zuhur da dünyadır. Ayəyə baxın. Yawma tubaddalul ard ghayril ard və səmavat. Yer təbdil olacaq, qiyamətə dəyişəcək. Bəli, dünya zuhur dönəmin yaşayır, qeyb dönəmin yaşayır və bir müddətdən sonra zuhur dönəmi olur, bəşəriyyət kamilləşir, o qədər kamilləşir, dünyaya daha sığmır, nəticədə qiyamət baş verir. Yəni, dünya o həddə gəlib çatacaq ki, artıq səlahiyyəti var ki, qiyamətə baş tutsun. Bax, onda İmam Zaman zuhur edir. Onda qiyamət baş verəcək. Yəni, İmam Zaman əleyhissalam gəlib elə bir işləri görəcək ki, dünya ən yaxşı həddinə çatır,
kamil mərhələyə çatır və daha kamil mərhələ ki, adı qiyamətdir, o kamil mərhələdən daha kamil mərhələyə bəşəriyyət keçid eləyir. O yerində adı axirətdir və qiyamətdir. Bir başqa baxışla desəm, ona görə deyirlər ki, qiyamət dağılmaq deyil, çevrilməkdir. Daha dəqiq desəm, çevrilmək üçün, dəyişmək üçün dağılacaq. Misalla izah versəm, dünyanı bir daxmaya bənzədin, daxma evdir. Sökürlər onu ki, qəşəng ev tiksinlər. Köhnə evi sökürlər ki, yenisini neynəsinlər, daha mükəmməlini tiksinlər. Dünya ona görə dağılacaq ki, daha mükəmməli baş versin. İzə zulzilətil ardu zilzalaha. Aləm dəyişiləcək, aləm dağılacaq. Niyə dağılır? Yenisi olsun. Bu söküntü inşaat üçündür, dağıntı üçün deyil. Zuhur ərəfəsində insan səmaviləşir, mənəvi səma baxımdan. Yerdən qopur. Dünya nə qədər gözəl olsa da bizim evimiz deyil. Sənin evin axirətdir. Bu ayədir, zikrətdar, ev oradır. Ev oradsa, bura yoldur. Dünya nə qədər gözəl olursa olsun, ona yol kimi baxın. Yolda düzdür, hərdən saxlayırsan maşını, təbiətə baxırsan, sən nə qəşəngdir, düşək bir dənə çay içirsən, biraz maşını saxlayırsan, dincəlirsən. Yaxşı, yoldur da. Amma daha günlərlə oturub mənzərəyə baxasan, deyirlər, otur maşına çıxaq gedək. Evimiz oradadır bizim, burada deyil. İmam Zaman gəlib o yolu qəşəngləşdirir. Yolu qəşəng düzəldir. Təkcə özü yox ki. Müntəzirlərlə, həqiqi intizar əhli ilə. Yolu gözəlləşdirir və eyni zamanda o evə gedən yolu gözəlləşdirir. Yalançı yollar ki var, gedib dirənir, o yolları bağlayır. İnsan bir dənə yolda hərəkət edə bilir. İndi sürmürsən, getmirsən, özün bilərsən, qal. Amma gedən gedir. Sürməyən və getməyən də mane ola bilmir. O hərdən olur, yolun ortasında bir dənə maşını saxlayıb, hamı siqnalı arxından keç o tərəfə. Deyən ya telefona başı qarışıb, ya yanındakına söhbət edir, maşınına qalır. Belə bir maniyə yarada bilməyəcək. Özü getmir, verdi, sağladı sağda, solda. Özün bilərsən, getmə bu yolu. Amma yol birdir və rahatdır. Getdi nə? Sürətli yol. İmam Zaman Əleyhisselam bunu edir. Ona görə Allah Teala Quran-ı Kərimdə dünyaya yol kimi baxır, qiyamətə, axirətə isə ev kimi baxır. Zuhur dönəmində bəşəriyyət qiyamətə hazırlaşacaq. Bəşəriyyət qiyamətə hazırlaşır. Zuhur dönəmi qiyamətin kiçik forması da elə bil. Nə mənada? Necə Allah qiyamət günü deyəcək vəmtəzul yevm əyyuhəl mucrimun. Ay günahkarlar, belə deyək, zülm əhli çıxın. Haqq əhlinin yanından çıxın. Haqq cərhəgə ilə batil cərgə ayrılır. Da heç kəs yalandan özünü mömin kimi göstərə bilməz. Zuhur dönəmində də elə olacaq. Belə bir söz deyirlər, hədis mən oxumuşdum, çoxdan tələbəçilik vaxtında, münafiq olmaz deyir. O zuhur bir həddi çatandan sonra ki, imam müəyyən işlər görəndən sonra haqq əhlidir, qutardı, getdi. Daha məkirlə, hilə ilə, planla səni alada bilməzlər. Elə bir dönəm olacaq. Dünya zuhur dönəmində qiyamətə oxşar şəklə düşür. Haqq batildən ayrılır. Və bu İmam Zaman Əleyhisselamın zuhuru ilə baş tutur. Və bax, bu gecə həmən şəxsiyyətin gecəsidir. Hədisdə var, bu gecə insan oyaq qalıb əməllərini eləsə, ibadətlər eləsə, mümkün deyil ki, bu gecəni əli boş çıxsın. Bu hədisdə var. Mümkün deyil ki, qeyri-mümkündür deyir. İnsan bu gecə oyaq qalıb ibadət eləsin, əli boş getsin. Qeyri-mümkündür. Bu gecə insanı həqiqi insan edən gecədir. Bu gecə insanın fikirlərini, arzularını dəyişən gecədir. Bu gecə insanın maddi o arzuları ki var, yalnız maddidir. Bu gecə həmən maddi arzularını dəyişdirən, ilahi rəng qatan gecədir. İnsan fikirləri dəyişir bu gecə. Başa düşür ki, bu maddi dünya üçün yaranmamışam mən. Mən başqa bir vəzifələrim var. Mən yalnız özüm üçün yaranmamışam. Mən
təkcə özüm yaşayayım, yiyeyim, bunun üçün yaranmamışam. Bu arzuların dəyişir, yalnız maddi arzularla yaşamırsan. Fikirlərin dəyişir. Dəyişirsə deməli bu gecəni yaşayırsan, dəyişməsə deməli yaşamamısan bu gecəni. Bu gecə nə qədər fikirlərində dəyişiklik olsa ki, mən bu cəmiyyət üçün bir iş görməliyəm, mənəviyyatı üçün çalışmalıyam, insanların Allaha qovuşması üçün əlimdən gələni eləməliyəm, xadim olmalıyam. Nə qədər bu fikirlərin dəyişildisə, arzuların bu yöndə, bu istiqamətdə dəyişilirsə, elə o qədər də insan həqiqi insana çevrilir. Elə həqiqi insan bu insandır. Həqiqi insan belə bir insandır. Bəli, bu gecə insanı həqiqi insan edən gecədir. Ariflərin yaxşı sözü var. Misal deyirlər, sonra İmam Zamanla bağlayırlar. Deyir ki, necə ki şirinlik öz şirinliyini şəkərdən alır. Şirinlik şirinliyini nədən alır? Şəkərdən. Bir şirin bir şey yiyirsən, orada şəkər qatılıbdır. Deyir, şəkər necə? Şirinliyini hardan alır? Onu da qıraqdan səpiblər şirinliyi. Onun özü elə şirindir. Nəsə şirin bir şey şirinliyini şəkərdən alır. Şəkər necə? Qıraqdan səpirlər şirin olsun. O şirindir, onunla da səpsələr nə oldu ki? Ya başqa misal deyim. Necə məsələn yeməyə görürsən biraz şor olur. O şorluğu nədən alır? Duzdan alır da. Duzu səpməsə şor olardı. Yox, şor olmazdı ki. İndi duzu hardandır şorluğu? Duzu da qıraqdan səpiblər duzu. Ona görə şor olub. Onun şorluğu hələ onun mahiyyətidir də. Necə şirinlik şəkərdən alır, bu bir misaldır. Görün, nə gözəl misal çəkirlər. Ariflər deyir ki, şirinlik öz şirinliyini şəkərdən alır. Bəli. Amma şəkər necə? Ona qıraqdan səpilməyib. Əsla belə deyil. Harada şirinlik var, mütləq şəkərlə ünsiyyət tapıb ona görə. Deyir, insan da belədir. Nə qədər ki, insan kamil insanla ünsiyyət qurur, o şəkər misalındadır. Nə qədər ki, insan kamil insanla ünsiyyət qurur, o qədər də həqiqi insan olmaqdan payı var. Həmən insan zamanın höccətidir, İmam Zamandır. Nə qədər onunla təmasda olursan, o qədər də insanın həqiqi insanlıqdan payı var. Çünki o kamil insandır. Küllə insandır. Eynül insandır. Kovne cami deyirlər. Nə deməkdir bu? Yəni, insanlığın bütün məqam və dərəcələri onda var. Kovne cami, yəni bir irfani kəlamdır. Yəni, insanlığın bütün məqamları, dərəcələri onda var. Yəni, insan deyəndə kim? Yəni, o. Bütün insanı nə lazımdırsa kamil insan üçün hamısı onda var. Ona görə deyirlər ki, o insanla ünsiyyət quranda, insan ona yaxınlaşdıqca nə olur? Qiyməti olur, dəyəri olur. Onunla ünsiyyət qurduqca. Bir də fəlsəfədən qayda deyimsə, çətin olsa da bu gecə yoxdur. Belə düşünməyimiz üçün pis deyil. Fəlsəfədə bir dənə qayda var. Təşkik deyirlər. Təşkik nədir? Deyirlər, vücudun təşkiki var. Təşkik nədir? Yəni, dərəcələri var. Misal da belə izah verilir. Bir dənə şam işığını nəzərə al. Şamın işığı, çırağın işığı, günəşin işığı. Üçü də nurdur da. Şam da nurdur. Bu çıraq da nurdur, günəş də nurdur. Nurluqda fərqləri var. O da nurdur, bu nurdur da. Nurluqda fərqləri yoxdur. Nədə fərqləri var? Şamın işığı biraz zəifdir. Çırağın işığı biraz ondan çoxdur. Günəşin nuru daha nədir? Daha çoxdur. Şiddətlidir. İnsanın varlığı da belədir. İnsanlıq da belədir. İnsanlıq var şam misalındadır. İnsanlıq var çıraq misalındadır. İnsanlıq var günəş misalındadır. İnsanın o varlığı şam işığıdır. Biraz işıq saçır. Çıraqdır, buranı işıqlandırıb. Günəşdir, dünyanı işıqlandırıb. Zəhra xanım Zəhradır. Zəhra yəni nə? Nur. Bütün aləmə işıq saçıb. Dünyaya, yox, dünyanı da vurub keçib. Haralara işıq saçıb? Mənəvi aləmlərə qədər, mələkuta qədər işıq saçıb. Şamdakı da işıqdır, bu çıraqdakı da işıqdır, günəşdəki də işıqdır. Razısınız? Üçün də adı nurdur. Amma biri zəifdir, biri şiddətlidir.
İnsan da belədir. İnsanlığı zəif, bir pillə yuxarı, bir pillə daha yuxarı. O pillə nə zaman baş verir? Nə qədər ki, eynul insanla, küllül insanla, o kamil insanla ünsiyyət qurursan, o işıq şiddətlənməyə başlayır. Yalnız evində işıq olmursan, məhəlləyə işıqsan, yalnız məhəllədə işıq deyilsən, yaşadığın məmləkətə işıqsan, yalnız məmləkətə işıq deyilsən, dünyaya işıqsan. Allah Qur'an-ı Kərimdə bizim Peyğəmbərdən danışana deyir, Siracən munira, sizə sirac göndərmişəm. İşıq saçır bütün aləmə. Deyə bildim bu sözü. Buna fəlsəfədə deyirlər vücudun təşkiki, varlığın təşkiki. Yəni dərəcələr var. Nə qədər ki o həqiqi insanla, o dövrün imamı ilə ünsiyyət qurursunuz, insanlığa nəsə artır. Daha artıq insan olursan, belə deyim daha doğrusu çıxsın. Daha kamilləşirsən. Onsuz insan uzaqlaşır elə bil. Öz nurundan, öz işığından uzaqlaşır. Nə qədər bacarırsınız ondan ünsiyyət qurun. Quranda bir ayə var. Ya eyyuhellezine amenu isbiru ve sabiru ve rabitu. Ay iman əhli, səbirli olun, səbirli olun. Sonra deyir rabitu, rabitə qurun. Bəzi alimlər izah verəndə deyirlər ki, rabitə qurun. Bir izahı da budur, bir mənası da budur. O kamil insanla. O imam zamanla rabitə qurun. Nə qədər ünsiyyət təmas, o qədər o nuraniyyətin artır. O ünsiyyət təmas nə ilə baş verər? Onu yad eləməklə. Ona gedən yolda səy çalışmaqla. Cəmiyyətin mənəviyyatı üçün iş görməklə. Fədakar olmaqla. O şəxsiyyətin haqqında məlumat toplamaqla. O şəxsiyyətin özü haqqında düşünmək. O şəxsiyyət haqqında olan duaları oxumaq. Nüdbə duası. Nüdbə duasını oxuyun. Bu cəmiyyətin nə qədər mənəvi onun üçün çalışacaqsan, onu ilə təmas qurmuş olacaqsan və nuraniyyətin o qədər artacaq. Həzrət Peyğəmbərdən bilirsiniz də dünyaya gəlməmişdən qabaq məsumlar onun haqqında söz deyiblər. Peyğəmbərdən bir hədis var. Peyğəmbərimiz buyurur ki, bi əbi və ummi, atam, anam ona qurban olsun. İmam Zaman üçün deyir, ha? Bi əbi və ummi, atam, anam ona qurban. Səmiyyi, adı mənim adım. Şəbihi, mənə oxşayır. Şəbihi Musa ibn İmran, Musaya oxşayır. Bunların hamısı mənası var. Əleyhi cüyubun nur. Nurlar onu əhatə edib. Bu Peyğəmbərin sözü. Bir dənə İmam Hüseyin ağadan deyim. Bir dənə də İmam Sadiqdən deyərəm. Həzrət İmam Hüseyin ağa deyir ki, atamın yanına bir kişi gəldi. İmam Mehdi haqqında sual verdi. Dedi, onun vəsfləri necə olacaq, xüsusiyyətləri? Deyir, atam onun adını çəkdi. Ondan sonra eşqlə öz sinəsinə vurdu, bir ah çəkdi. Dedi, əvmə işarə elədi. Biyədihi ilə sadrihi. Ürəyinə vurdu belə əleyhissalam, dedi, şovqan ilə rüyətihi. Onu görməyə şövqüm var. Onu görməyə şövqüm var. Yəni, onu görməyə şövqüm var. Bunu Peyğəmbər əleyhissalam deyir. Yadıma kim düşdü ilahim? Uveys Qarani. Yəməndə yaşayırdı. Peyğəmbər deyir, hərdən deyir, dayanardı, adını çəkərdi. Deyərdi, ay Uveys, səni necə görmək istəyirəm? Peyğəmbər də deyir. Necə siz İmam Zamana yaxınlaşsınız, paklaşsınız, necə onu siz görmək istəyirsiniz? O həddə çatsa ki, insan paklıqda, xidmətdə, fədakarlıqda, İmam Zaman da deyir, mən də səni görmək istəyirəm. Bu yol açıqdır. Bir dənə də sizə bir hədis deyim. Həzrəti İmam Sadiq əleyhissalam yazıblar, sağ olsunlar. Lov ədrəktuhu, əgər onu dərk etsəydim, tərcüməsini də edə bilər, əgər onun dövründə yaşasaydım, lə xədəmtuhu, həyatımı ona xidmət etməyə sərf edərdim. İmam Sadiq ağanın sözü deyir. Əgər onun dönəmin yaşasaydım, yəni indiki dönəmi, qeyb dönəmini, həyatımı ona xidmət etməyə sərf edərdim. Bu məsum sözüdür. Həyatımı ona xidmət etməyə sərf edərdim. Və bu şəxsiyyətlə nə qədər bacarırsınız, ünsiyyət qurmaq. Və mövzumu yığıram. 2 dənə söz dedim sizə. Bu şey haqqında düşünərsiniz. Qiyamət
dünya, zühur. Zühur da dünyadır, bəli. Amma biraz belə açdıq söhbəti. Dünya ilə qiyamət arasında olan körpü zühurdur. Bu körpü keçmədən bəşəriyyət qiyamətə daxil olmayacaq. O qiyamətə. Və dünya bir həddə gəlir, çatır və bəşəriyyət bir həddə gəlir, çatır. Artıq o həddə gəlib çatandan sonra qiyamətə bir addımlığında qiyamətə tərəf dönüş edir. İnna lillah və inna ileyhi raciun. Ondan gəlmişdik, ona tərəf geririk. Məhz bunu demək istirdim ki, nəinki dünya xarab olur, qiyamət baş verir. Belə buyurur bəzi ustadlar. Deyirlər, yox, dünya gəlir, o həddə çatmalıydı, hansı həddə çatdı. Ondan sonra bəşəriyyət keçid edir, qiyamətə daxil olur. Və bu keçiddə İmam Zamanın əli var. Və o həqiqi müntəzirlərin əli var. Həqiqi müntəzirlərin əli var. Ki, qeyb dönəmində boyuna düşənləri icra eləyənlər, çalışanlar və zəhmət çəkənlər. Və bu gecə, son sözlərim, deyirlər, bir dənə də bunu da deyim, nə qədər ondan ünsiyyət qura bilsəz, vallah, həyat orada başlayır. Həyatan teyyibə odur. Onlarla bir ünsiyyət qurmaq, onların kənarında oturmaq, onlarla danışmaq insan həyatını deyişir. Onlar bir başqa cürdür. Onlarla oturub duranda deyirdilər, belə deyirdilər. Deyirlər ki, ağa, sənlə otururuq, heç günah fikirləşmirik ya. Gedirik, başqa yerdə günah yadımıza düşür. Nəsə birdən münafiqlik olmaz. Deyirdi, yox, bu münafiqlik deyil. Bizdə o qədər nuraniyyət var ki, bizim dinləndisi. Mənim yanımda oturanda sən şeytan yaxın düşə bilmirdi. Biri gəldi imamlardan birinin yanına, İbrahim Ədhəm deyir. Deyir, gəldi, yanında dayandı. İmam Baqir idi zahirən. Deyir, İmam Baqir əlini qoydu mənim çiynimə. Dedi, bir cümlə deyəcəm, təkrarla. Əlimi qoydu çiynimə. Dedi, nə deyim? Dedi, mən deyirəm, sən nə deyirəm? Dedi, buyur. Dedi, la ilahə illallah. Qayıtdım, la ilahə illallah. O dedi, mən dedim. Dedi, vallah, bugünəcən çox la ilahə illallah demişdim. Amma bu la ilahə illallah başqa la ilahə illallah idi. Dünyaya olan bütün baxışım dəyişdi. Həyata olan baxışım dəyişdi. Ruhum dəyişdi. Halım dəyişdi. Özüm dəyişdim. Canım dəyişdi. Oldum başqa insan bu la ilahə illallahdan sonra. Bugünə qədər nə qədər demişdim mən? O desin, sən deyəsən, başqa aləm var. O deyə dinən, sən deyəsən, bir başqa aləm. O nəfəsi deyir sənə. Nə qədər onunla belə ünsiyyət qura bilirsən, dəyişdir insan. Halı dəyişdir, haləti dəyişdir. Və bu gecə təsadüfə də bax ona necə gəlib düşdü. Cümə axşamından cüməyə keçən gecə dünyaya gəlib dövrümüzün imamı. Cümə axşamından cüməyə keçən gecə. Bu da 4-cü gün deyil, sabahsı gün. Sübhə yaxın, belə yazmışlar. Sübhə yaxın dünyaya göz açır. Həkimə xanım deyir ki, İmam Cavadın qızıdır. Deyir, 11-ci imam dedi ki, bu gecə bizim evdə ol. Bir şəxs dünyaya gələcək. Sən də ol burada. Deyir ki, mən də həmən evdəydim. Nərcis xanımdan, anası ilə. Nərcis xanımdan bir yerdəydim. Deyir, amma hələ ki, deyir, dünyaya gəlmirdi o uşaq. Deyir, mən də fikirləşirdim, imam deyib, nə oldu? Biraz keçdi, saatlar da keçdi. Zehnimdə keçirtdim ki, axı, nə oldu, imam demişdi, dünyaya gələcək. Bunu zehnimdə keçirmişdim, o bursa otaqdan İmam Həsən Əskərdi ki, bibi, vədə yaxındır, biraz səbirlə. Mən zehnimdən keçirən kimi gəldi çıxam. Bibi, vədə yaxındır, biraz səbirlə. Və imam dünyaya gəldi, sübhə yaxın. Baxdım, gördüm ki, sağ əlində bir cümlə yazılıb. Ca'əl həq, zəhəqəl batil, innəl batilə kənə zəhuqa. Haqq gəldi, batil gedər. Batil məhv olmağa məhkumdur. Bu cümləyi gördüm sağ əlində, yazı şəkildə. Ondan sonra dedi ki, İmam Həsən Əskər dedi ki, gözümün nurunu gətirin mənə. Salam verdi, ondan sonra İmam Zaman atası bu ayəni oxudu. Və nuridu ən nəmunnə ələl-ləzīnə ustuz'ifu fil-ərdi və nec'aləhum əimmə ayənin davamı da var. Qəsəs surəsi 5-ci və 6-cı ayələr oxudu. Ki, İmam Zamanla bağlı ayələrdir. Və
və belə bir şəxsiyyətlə bağlı gecəni yaşayırsınız və o şəxsiyyətlə bağlı sabahsı günü yaşayacaqsınız. Bu gecə deyirlər ruzilərin də bölündüyü gecədir. Bu gecə çox bərəkətli gecədir. Bu gecə mənəvi bir gecədir. Bu gecə bu dünyanın gecələrindən deyil, axirətin aid olan gecələrdəndir, belə deyim. Düzdür, axirətdə qaranlıq olmayacaq, cənnətdə qaranlıq olmayacaq. Yəni, elə bir qıraqdan gəlib də, dünyadan deyil. Hərdən deyirlər, bu uşaq elə bir ki, xüsusidir bu ailə içində. Bu kimə oxşayıb belə? Bu nə mənəviyyatlı uşaqdır, bu necə uşaqdır bu? Elə bu gecə üçün bunu deyirlər də, bu gecə bu dünyanın gecələrindən deyil elə bil. Bu gecə bu aləmə aid bir gecə deyil. Necə mənəvi bir aləmdir. Elə bil orada zaman işləmir. Cin materiya yoxdur elə bil də. Çıxmısan fəzaya. Elə bir dənə belə deyim də, bu gecə cənnətin qapısını açırlar, girsən cənnətdə oturursan, başlayırsan danışmağa. Mənəvi bir gecədir bu gecə. Nə qədər ünsiyyət, rabitə İmam Zamanla qura bildiniz, qurduzdur və xeyirlərini də görərsiniz. Bunu dəqiqliklə sizə deyim. Oturun, qəşəng danışın və danışanda da bunu istəyin, mütləq və mütləq bunu istəyin ki, cəmiyyətə faydalı xadim olan insanlardan olaq, bunu istəyin. Çox mühümdür. Bu cəmiyyətin mənəviyyatı üçün çalışaq. Ələ tutaq, nəsə çalışaq. Allah bizi İmam Zaman əleyhissalamdan ayrı salmasın inşallah. Davam eləyir tədbir. Hələ burada bizim əziz şairimiz gəldi, mənim əziz qardaşım Seyid Nurəddin gəldi. Şeir deyəcək. Desən Aslan dedi, Kərbəlayı Tamerlan deyəcək, Seyid Xalid buradadır. Bu gecə buradayıq nəsə. İnşallah. O duanı da mən nəsib olsa Allah, axırda hələ deyirlər nəsə sorğusal da olacaq, hədiyyə verəcəklər. Düzdür? İnşallah. Allah qəbul etsin hədiyyəvizi də. Mən də buradayam. Bir yerdə inşallah davam edir məclisimiz. Peyğəmbər və əhl-i beytinə salavat zikirlər buyursun kim gəlir. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in. Ve huve hayrun nasirin ve mu'in. Allah'ın salamı olsun burada eləşən hər bir fərdə. Mən də öz növbəmdə öz adımdan burada eləşən hər bir fərdi, şiayan-ı müslimini gözəl, saadətli, möhtəşəm, əzəmətli bir məvlud münasibəti ilə təbrik ərz edirəm. Mütəal Allah Həzrət İmam Zaman ağanın nazənin qəlbini bizlərdən şad və xoşnud qərar versin inşallah və bizlərə də onun layiqli şiələrindən olmaq ləyaqətin nəsib eləsin inşallah. Möhtəşəm bir gecədir. Şəmsi tarixi ilə yeganə bu il oldu, neçə yüz ildən bir olar belə bir şey. O da bu il oldu ki, il əvvəli də keçən il, ilin əvvəli başladı İmam Zamanın mövludu ilə, il qutarır İmam Zamanın mövludu ilə. Birisi də 10 gün sürüşür, keçən il 10 gün oyandaydı, Novruz bayramından sonra yəni Şəmsi qəmər tarixi ilə il başladı, ağanın mövludu, indi il qutarır, ağanın mövludu. Allah Müteal özünün iştiraki ilə mövludunun qeyd eləməsini biz günahkar bəndələrə nəsib eləsin inşallah. Məndən əziz, ehtiramlı qardaşlar əyləşiblər. Indi bilməz saçımın ağlığına hörmət elədilər. Ya yaşımıza biraz Allah vücudların bir balarsın, istər Aslan, istər Xalid qardaşımız qeyrləri. Hacı Ramid Allah yerin göyün bəlasından hifz eləsin. Elə sənin üçün də deyirlər ki, bu nə bəla deyə belə, bu kimdir yaxı? Bu kimə oxşadı belə?
Yəni inşallah məhsərimizdə nə qədər vaxtım var, mən bilim də təqribən. Tamam, yaxşı. 2 dənə inşallah şeirlə İmam Zamanı təvəssül eləyərik, sonra da Peyğəmbərin sözünü yerə salmayıb, məclisimizi əleyhissalam məti ilə zinətləndirərik inşallah. Amma ən əqdəm ağamız, Mövlamız, sərvərimiz, gözümüzün nuru, İmam Zaman Ağanın pak, mütəhhər qəlbinin bizlərdən xoşnud olmasına səlavat ediyələ. Allahümmə salli ala və ali Muhammed və əcil fərəcəhəm. Can fəda pərçəmi İslamı tutan qolları var. Bundan exosun biraz az elə. Can fəda pərçəmi İslamı tutan qolları var. Hər cümə göz yaşımı hey səpərəm əlləri var. Bilirəm ki, gələcəksən, odur qəlbim güvənir. Deyirəm, tez gəl əzizim, axı səbrim tükənir. Bu gözüm ki, səni görmür, ağa yox səndə günah. Bu gözüm ki, səni görmür, ağa yox səndə günah. Gözümün nöqsanı var, əff elə ey çeşmi siyah. Qoyma hicründə dola hər cümə ağlar gözümüz. 1000 ilin həsrəti bitsəydi, gülərdi üzümüz. 50 il ömür eləyib, çox səni mən səsləmişəm. Advı qəlbi günahkarı da hey bəsləmişəm. Nə qədər səbr edirsən var ağacan, gözləyərəm. Nə qədər səbr edirsən var ağacan, gözləyərəm. Amma fürsət yox əcəldən, o gələr, neyləyərəm? Razı olma əcəlin soğutu yetişsin qulağa. Nola şahım gəlişin düşsün əcəldən qabağa. Sən pənahəndəsisən, dəhridə azadələrin, can-ı zəhra əcələ et ki, qutulsun səfərin. Et zuhur qəlblərimiz qüssədən azad olsun. Zülmüdən təmgə gələn şiələrin şad olsun. Gəl bu dünyada ədalət çırağın yandır ağa. Seyyidin zülmət olan qəlbin işıqlandır ağa. Seyyidin zülmət olan qəlbin işıqlandır ağa. Salavat ediyələ inşallah. Allahümmə Muhammed və ali. Bəzən hərdən görsən düşünürük ki, deyirik, yaxşı biz şiyəyik, biz Allah deyənir, namaz baş üstə, oruc baş üstə, əməllər baş üstə. Amma baxırsan, digərinin heç biri yoxdur, onun hər şeyi var. Yəni, dünya nəzərindən hər şeyi. Amma sən hər şeyin var, onlardan yoxdur ki, onlarda var. Bu biraz səhv düşüncədir ki, biz istəyirik eşqimizin əvəzini burada alaq. Buyur, qoy bir dənə may bax sənə qədiyyə eləsin Allah. Nə olacaq ondan? Bir var behişdə bir məkan versin sənə. Ya orada əcrin versin, ya burada istəyirsən. De burada istəyirsən, buyur da ged. Demə eşqin səməri ahirət uqubada imiş. Yəni burada axtarma. Əgər aşıqsən, orada axtar. Demə eşqin səməri ahirət uqubada imiş. Nə fəna varsa gözün, aləmi dünyada imiş. Nə gözəl dahi deyibdir, Allah onu salamat eləsin inşallah. Nə gözəl dahi deyibdir, bu sözü yaddaş elə. Xəlqi dünya səbəbi Həzrət-i Zəhrada imiş. Demə bəh-bəh bu cahan mülkünə bir nəqşidir bu. Bir rəsm əsəridir. Ona bəh-bəh demə. Hacı güzəşt eləsin. Mütəal Allah bütün hər bir şeyi yarattı. Adəmdən qabaq. Adəmə qədər hər bir şey yarattı. Bütün gözəlliklər. Hanı ki biz baxırıq deyirik, nə gözəl balıqdır, rənglərə bürünüb. Nə gözəl quşdur, min cür rəng var üstündə və ilaxır və ilaxır. Allah imamları bəh-bəh deməmişəm. Mən bunlara gözəl deməmişəm. Sən ki deyəcəm bəh-bəh bunlara, mən bunlara gözəl demədim. Mən sənə gözəl dedim. Səni yaradanda dedim ki, fətəbərəkallahu əhsənul xaliqin. Deyir, demə bəh-bəh bu cahan mülkünə bir nəqşidir bu, sahibi nəqşi tanı.
Gör nə cür əladaymış. Sinəvə vurma əzizim. Ha, bu söz əla söz. Sinəvə vurma əzizim, özüvə şiət demə. Sanma ki, hübb-i vilayət bu qədər sadeymiş. Farsda deyir, əli darım, çıxam darım. Deyirəm, sən şiə olmaq asan deyil. Məst olub dövrədə canana gedən yol aradım. Nə biləydim ki, bu yol sövq-i təvəlladə imiş. Aləmə eylədi ispat Hüseyin ibn Əli, mərkəzi vəhdəti eşq, səhnə-i minadə imiş. Gərək can fəda eləyəsən bu yolda. Asan deyir ki, qan elən səbt elədi tarixə eşqin yolunu, səbəbi vəsli vüsal, rütbə-i təqvada imiş. Sal nəzər ayə-i Qur'ana görərsən ki, özün müttəqi kəlməsi təfsirdə bu mənada imiş. Bizə lütfi ilə süzüb saqi 114 bağda. Bizə lütfi ilə süzüb saqi 114 bağda əqlimi başdan alan sondakı bir bağda imiş. Gəlsə Mövla, açılar bağlı olan çox qapılar. Kilidi bab-ı nicat, Məhdi balada imiş. Deyirəm, kaş ki o nuri görə bilsəydi gözüm. İndi burada cəmi deyək ki, gözümüz. Deyirəm, kaş ki o nuri görə bilsəydi gözüm. Deməyin səyyidə bax, gör nə təmənnada imiş. Deməyin səyyidə bax, gör nə təmənnada imiş. Salavat ediyələ inşallah. Ağlayayım. Bir şeir Hədiyyə-i Məhsərvə əleyhissalam barəsində ki, o Həzrət insanın dilində, dinində, həyatında, qəlbində, gözündə nə cür? Ol dildə ki, yox zikri əli, mayəsi yoxdur. Biçarə nə bilsin ki, onun qayəsi yoxdur. Üqbada ümidsiz qalacaq, sayəsi yoxdur. Əl çatmaz o gün dərk edər, sərmayəsi yoxdur. Birdən orada ayıla ki, gərək əlini sevəydin, orada xeyri yoxdur. Əl çatmaz o gün dərk edər, sərmayəsi yoxdur. Şək etdi ki, Qur'anda vila ayəsi yoxdur, bəs Maidənin 55-indən xəbərin yox. Ay çarəsiz ondandır ki, cismində sərin yox. Bir qəlbidə ki, eşq-i əli olmasa daşdır. Eşq ateşini can evinə salmasa daşdır. Qəlbin gözü haqq nuru ilə dolmasa daşdır. Bir ömr eləyə nuru hüda bulmasa daşdır. Əhdində vila eşqi ilə qalmasa daşdır. Yoxdur səməri 100 il ibadətdə gər olsa, Mövlanı qoyub hər ötənə bir nökər olsa. Bundan sonra da medalları alsın, yox, o səndə əhsənvi mənə yox. Həzrəti Mövla-i Müttəqinə çatdırarsan inşallah. Bir göz ki əli görməsə, iman nədir bilməz. Zərrə nədir, dərya nədir, ümman nədir bilməz. Bu zərrə, dərya, ümman, Hacı Ramin Ərizə düşəndə bir gün deyərsiniz, sizə deyər. Mən vaxt aparmaq istəmirəm. Bir göz ki əli görməsə iman nədir bilməz. Zərrə nədir, dərya nədir, ümman nədir bilməz. Qanun-i şəriət nədir, Qur'an nədir bilməz. Ehkam-ı qəzafət nədir, mizan nədir bilməz. Ya aşıq ola, can nədir, canan nədir bilməz. Niyə bilməz? Bilməz o səbəbdən ona yad Nami Əlidir. Hardan bilə ki eşqidə ad Nami Əlidir. Hər kəs ki əli sevməsə heç yana yetişməz. Təqva nədir? Heç rütbəyi insana yetişməz. Əhdində xilaf etdisə peymanə yetişməz. Həm naqis ibadət ilə irfana yetişməz. Axır budur söz. Rovze-i Rizvana yetişməz. Niyə? Haqq Kovsəri, yəni Həzrət Zəhrami. Haqq Kovsəri inkar edən ol dərdən əl üssün. Cənnət bulağı çeşmeyi Kovsərdən əl üssün.
Mənim ən ürəyimə yatan 2 dənə bu 6 xət gəlir ki, onları özüm keyf eləmişəm. Hərdən bilməm diqqət eləmiş yoxsa şair öz şeirini oxuyur. Gəlir çatı bir məqama deyir ki, gör hələ burada nə deyir? Kim deyir, özün deyirsən də, sən yazmışsan da. Ha, o deyir, nöş deyir. Yəni, qardaşım Hacı Ramin güzəşdə eləsin. Var hədislərdə İmam Sadiqdan buyurur ki, bizi mədh eləyən şairlərə Ruhil Əmin, yəni Cənab-ı Cəbrail yardımcı olar, diktə eləyər. Olub başıma gəlib, mən bir dəfə İmam Hüseyndən bir qəzəlim vardı, onun bir dənə misrası düşüb beynimə Hüseyin fədaidir, fəda Hüseynin aşığı qalıb elə. Elə deyirəm, gəzirəm həyat bazamda evimin içində. Xülasə 2 gündən sonra bunun darıda söz gətirmək lazımdır. Ki, Hüseyin fədai eşqidir, fədakarlığı da deyir İmam Hüseyinə aşıqdır. Bir həftədən sonra söz gəldi ki, Hüseyin Xudaya aşına, Xuda Hüseynin aşığı. Qaldı. Bir xeyr üstündən kesmiş, sübh namazını qıldı. Belə mənə dedilər ki, get qələm dəftəri öt, gəl bura. Təzə namazı qutarmışdım ha. Elə gəldim, elə möhrü yanında, elə yarı səzdə halında 15 dəqiqə qəzəli qoydum, ortalığa tuturdum ayağı. Bu sənliydi o ki. Hərdən özə elə fikir gəlir ki, baxırsan, görürsən ki, bu sənin əqlüvün, o naqis əqlüvün, təfəkkürüvün məhsulu döyür. Ha, bu 6 xətlərin ikisində də özüm keyf eləmişəm. Bir dində ki, yox, Nami Əli, Hacı Ramin, din demərəm mən. Hətta o dinin şəminə amin demərəm mən. Həm dərsini alıb, həm də ki, dərsin demərəm mən. Həqqi qoyub, heç vəcih ilə tərsin demərəm mən. Azam verən hər şəxsə müəzzin demərəm mən. Niyə? Hərgah-ı şəhadətdə Əli adını çəkməz, Peyğəmbərə nisbətdə Əli adını çəkməz. Hazırsan bir dənə demək alasım yaxı o. Deyir, xəlq etməz idi Tanrı bu dünyanı əlisiz. Sonda bir dənə söz deyəcəm, keyf edəcəksən inşallah. Özüm bilirəm, edəcəm, indidən keyf edirəm. Xəlq etməz idi Tanrı bu dünyanı əlisiz. Qoymazdı qaranlıqda mühibbanı əlisiz. Bilməzdi bəşər dərdinə dərmanı əlisiz. Tapmazdı Peyğəmbər kimi loğmanı əlisiz. Hazırsan, bir saniyəlik zənn elə dünyanı əlisiz. Saniyə keçdi. Bilirsən nə olardı? Saniyə keçdi, bir şey dəyişmədi, amma gör nə olardı. Deyir, bir saniyəlik zənn elə dünyanı əlisiz. Dünya nədir? Aləmləri virana görərsən. Bu gördüyün aqilləri divana görərsən. Dünya yaranandan var idi Zat-ı Əlinin. Aləmlərə səbt olmuş idi adı Əlinin. Peyğəmbər Əkrəm olub ustadı Əlinin. Ta ruzi qiyamət yaşar övladı Əlinin. Kaş şeirin ruhu ola şad Əlinin. Hər kim ki desə Seyyid-i Əhsən təbi vardır, yox şübhəsi. Dərsində Əli məktəbi vardır, yox şübhəsi. Dərsində Əli məktəbi vardır. Salavat hədiyyə elə inşallah. Son bir dənə sual edeyim sənə, oturum aşağı inşallah. Ey könül, canan-ı can dünyaya gəlsin, gəlməsin. Nə deyirsən? Dinə gəlsin inşallah. Ey könül, canan-ı can dünyaya gəlsin, gəlməsin. Av bizəmzəm tək axıb səhraya gəlsin, gəlməsin. Bu misranı açacağım. Çünki mən öləndən sonra başqaları tozif verəndə deyərsən ya, otu yerində bu kişi sağlığında özü bizə deyib orada nə deyib. Sən başqa şeyə yozum. Yaddaş elə. Bax, İbrahim Xəlilullah gətirdi oğlu ilə, xanımını qoydu bir dənə səhrada. Nə su var, nə bir şey, düzdür. Həyatın başlanğıcı sudur. Zamanı ki o İsmail'in dabanının altından zəmzəm cari oldu. Bir müddət keçəndən sonra ki İbrahim Xəlilullah gəldi, oğluna para qurban kəsə. Orada nə idi? Həyat var idi, qəbilə vardı, ağaclar vardı, yaşıllıq vardı. İmam zaman da bu cürdür. Bugün gördüyümüz həyat, həyatdır ki, həyat ağanın zahiratında olacaq. Necə abi zəmzəm o səhraya həyat verdi, bu səhraya da
ağa həyat verəcək. Ey könül canan-ı can, dünyaya gəlsin, gəlməsin. Ab-i zəmzəm tək axıb səhraya gəlsin, gəlməsin. Damla damla parçalanmış ümmət-ük aləmdə biz hazırıq mı vəsl edək dəryaya gəlsin, gəlməsin. Nəfsimiz əldə cülovlu gər müsəlla istəsək, Həzrəti Musa kimi Sinaya gəlsin, gəlməsin. Ya qalıb qeybətdə hey etsin nəzər aşiqlərə, ya tərəhhüm eyləyib Leylaya gəlsin, gəlməsin. Həm gəlib bərpa edib Mövla Hüseynin qanını verməyə müjdə xanım Zəhraya gəlsin, gəlməsin. Ey Səba, çatdır o yara, vəslinin müştaqı yük, çəkmişik can mülkünü minaya gəlsin, gəlməsin. Seyyida, kim istəməz ki, Əhl-i Beyti Müstəfa can verərkən başı üstə sayə gəlsin, gəlməsin, sayə gəlsin, gəlməsin. Allah bir daha bu gözəl, saadətli təvəllüd imam zamanı bizlərə mübarək qərar versin inşallah və çox da vaxt uzaldım inşallah ki, güzəşt edərsiniz. Esselamu aleykum və mən ittəbəəl hüda. Səlavat ediyyə. Özlərinin təşəkkürümüzü bildiririk dəyərli Əhl-i-Beyt şairi Seyid Nurəddinə və buna qədər çıxış edən və bundan sonra çıxış edəcək qonaqlarımızın şəninə salavat hədiyyə edək. Əzizləyicilər, dəyərli tamaşaçılar, ilk öncə verilişin əvvəlində də qeyd etdiyim kimi artıq sual-cavab məqamına gəldik, çatdıq və bizim sual-cavab məqamında belə bir şərtimiz var ki, suala sona qədər diqqətlə qulaq asmaq və tam olaraq cavab vermək lazımdır və verilən cavabın, düzgün cavabın müqabilində sizlərə hədiyyə olunacaq və təqdim olunacaq. O hədiyyəni sevinci bir tərəfdən, o hədiyyəni təqdim edənin kimliyinin sevinci bir tərəfdən, bu da sizin üçün ömrün səhifənizin ən gözəl səhifələrinə yazılar inşallah. İcazənizlə mümkünsə suallara başlaya bilərəm. Televiziya qarşısından, ekran qarşısından bizi izləyən, onlayn şəkildə izləyən tamaşaçılarımız da öz zehnini, biliyini yoxlamaq üçün rəylərdə bildirə bilərlər cavabları. İlk sualımız bundan ibarətdir. İmam Mehdi əleyhissalam Hicri qəməri təqvimi ilə neçənci ildə dünyaya gəlmişdir? İlk əl qaldıranı mən özüm görəcəm. İnşallah ki, ədalətli olmağa çalışacağım və bizim xidmətçilər də mənə kömək eləyəcəklər inşallah. Bəli, zəhmət olmasa. Yox, gəlməyin, oradan cavabınızı deyin. Əgər doğru cavab olarsa, sizi dəvət eləyəcəm. 255-ci ildə. Bəli, buyurun. Tamamilə doğrudur. Bugün gələ bilərsiniz, zəhmət olmasa. Gəlin öz hədiyyənizi dəyərli ustadımızdan götürün və salavat zikr eləyin, zəhmət olmasa. Təşəkkür edirəm. İkinci suala keçid edirəm. Kiçik qeyb dövründə İmam Mehdinin neçə naibi olmuşdur və kimlərdir? Zəhmət olmasa siz. Bəli. Aydınla hədiyyəni vermək istəmirsən də. Buyurun. 3 naibi olubdur. Osman İbni Məhəmməd, Məhəmməd İbni Osman, Hüseyin İbni Ruh, üzr istəyirəm, 4 naib olubdur. Buyurun. Hüseyin İbni Ruh, Əli İbni Hüseyin. Qəbul eləyə bilərik. 4 naibi olmuşdur, bəli. Adını səsləndirə bilmədiyiniz Osman İbn Səiddir. Muhammed İbn Osmanın oğludur və salavat zikr eləyək, zəhmət olmasa sizləri də dəvət eləyək. Gəlin, hədiyyənizi alın. 3 dənə demişdi, sonra dedi. Buyurun. Allah razı olsun. Təşəkkür edirik və icazənizlə növbəti suala keçid eləyək. Məhdəviyyat mövzusu ilə əlaqəli olan Hud surəsinin
86-cı ayəsində İmam Mehdi əleyhissalamın hansı ləqəbi keçmişdir? Hansı ləqəbi? Buyurun, cavablayın, mümkünsə. Yox, ayəni yox. Buyurun, siz. Bir daha sualı təkrar edirəm. Məhdəviyyat mövzusu ilə əlaqəli olan Huc surəsinin 86-cı ayəsində İmam Mehdi əleyhissalamın hansı ləqəbi keçmişdir? Səhv etmirəmsə Bəqiyyətullahdır. Tamamilə doğrudur. Salavat zikr eləyək. Öyrəşmişəm, alqışlar. Təşəkkür edirik, minnətdarıq. Həqiqətən çox sevindirici və qürur verici bir haldır. Bu sualların cavabını tapmaq və dördüncü sualımıza, son iki sualımız qalıb, dördüncü sualımıza keçid alıram. Diqqətli olaq, zəhmət olmasa suala sona qədər qulaq asaq və tam şəkildə cavablayaq. Kiçik qeyb dövründə tərəfdarları naiblər vasitəsilə İmam Mehdi əleyhissalama sual göndərdikdə, İmam Mehdi əleyhissalam öz dəsti xətti ilə gələn cavabına nə deyilir? İmam Mehdi əleyhissalamın öz dəsti xətti ilə gələn cavabına nə deyilir? Buyurun siz. Hansı? Çünki burada auditoriya maksimum çalışaq ki, ədalətli ola, birinci ola bilər ki... Toği deyirdilər də ona deyir. Day keçdi. Bəli, tamamilə doğrudur. Salavat zikr eləyək. Dördüncü hədiyyəmizin də sahibi özünü tapdı və dəyərli ustadımız təqdim etsin hədiyyəni. Maşallah, təbrik edirik. Və icazənizlə sonuncu suala keçid edirəm və diqqətli olaq. Orada mən sizlərə güvənirəm deyə mən ancaq düz istiqamətdə baxıram. Kiçik qeyb dövrünün müddəti hicri qəməri təqvimi ilə neçə müddət olmuşdur? Buyurun. Nə qədər? 70 il. Bəli, 69, 70... 269, 69-70 ildə, bəli. Cavab doğrudur, doğru kimi qəbul eləyirəm və salavat zikr eləyək. Buyurun. Və sonuncu hədiyyəmiz də öz sahibini tapdı, bəli. Və gözəl məqam idi, gözəl an idi və sözü vermək istəyirəm dəyərli Əhl-i-Beyt şairi Tamerlan, Kərbəlayı Tamerlana. Salavat zikr eləyək. Buyurun. Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Mən də bütün möminləri, dəyərli ustadımızı, şairləri, məhdahımızı, Quran qarimizi və hamımızı təbrik edirəm bu gözəl bayram münasibəti ilə. Bismillah. Salavat Peyğəmbər və Ali Peyğəmbərə. Səni sevən könüllərin bir əhdi, bir qərarı var. Səni sevən könüllərin bir əhdi, bir qərarı var. O qədri səbr edib dözə, nə qədri intizarı var. Əsirlər öhdü qeybüvün zamanı ey nihan ağam. Zamansız əsrətində müntəzirik hər zaman ağam. Cavanlar eşqin ilə can fəda edər, cavan ağam. İmam Riza misalı xoş, rəuf-u mehriban ağam. Kimin belə Muhammed üzlü, Yusuf üzlü yarı var. Xəyallarım cəmaluvi gözümdə təsvir eyləyir. Ağam İmam Həsən kimi susur, səbirlidir deyir. Mənim ağam qiyamda ağam Hüseynə bənziyir. Bu dəm bütün düşüncələr təbəssüm ilə söyləyir. Ağam Əliyə bənziyir.
əlində zülfüqarı var. Mübarək hüsnün intizara mübtəla edib bizi. Bu intizar içində tor tutub bu ümmətin gözü. Gələk həqiqətin gözü, gələk ədalətin özü. Sənin qədəmlərinlə nura qərq olanda yer üzü. Dodaq tozundan öpməyə başın nə ixtiyarı var? Səbirli olduğun qədər rəhimlisən, rəhim ağam. Zamanənin xilası səndən aslıdır, kərim ağam. İmam sahibəz zaman, İmam-ı müntəqim ağam. Bir ömrün hər bir anı xumsumuzdur ey qərim ağam. Nökərlərin fəda edər, əlində hər nə var. Bəşər Xudaya sarı əllərin açar, edər dua. Ki bir görək gül üstünü, zamansız ömrə yox vəfa. Zuhur min ildir səslənir, fərəc duası hər gün hər səbah. Qayıt gələk bəqiyyətullah, ey sonuncu övliya. Min ildir hər kəsin dilində gəl, ağam şüarı var. Həmin gəlişdə sevginin, məhəbbətin doğulması, məhəbbətin içində bir məvəddətin doğulması, zuhur edib də doğrunun, həqiqətin doğulması, həqiqətin yerin tapıb, ədalətin doğulması, xəzan olan ümidlərin çiçəklənən baharı var. Nəsib olunca qəlblərin qovuşmağı o qaimə, dəyişmərik bu həsrəti, nə heç nəyə, nə heç kimə. Bu sevgi bir sevinci bəxş edər Rəsul-i Əkrəmə. Deyər ki, gəl görək gözün qarası ağı Fatimə. Özün gör ümmətin necə vəfası etibarı var. Özün gör ümmətin necə vəfası etibarı var. Allah razı olsun. Ya Allah, mən də çıxışıma başlamamışdan əvvəl dəyərli ustadımız və siz əziz möminləri, bacı qardaşlarımızı mübarək mövlud münasibəti ilə təbrik edirəm. Allah bizləri dünya və axirət Peyğəmbər və onun pak əhl-i beytindən ayrı salmasın. Allah bizləri İmam-ı Zamandan ayrı salmasın. O Həzrətin nəzərin daim üzərimizdə qərar versin inşallah. Mən istəyirəm inşallah elə sizlə birlikdə ağaya bir salam verək, ağanı bir salamlayaq. Ondan sonra inşallah bir məthiyə də oxuyaram sizin üçün. Salam ey şəhriyar eşq, ilahi bahar eşq. Fəqət sən cahanda bizə daru nədar eşq. Əmir-i bi bədənsən İmam-ı Zaman ağa. Əmir-i bi bədənsən Xuda yazan qəzəlsən. Deyirlər xoşdu Yusif ağa, sən ondan da gözəlsən. Ey ürəklərdə yer eyləyən sultan, ey könüllərdə yer eyləyən sultan, ey
dodaqlarda gizlenen Kur'an, verdiğimiz selamımı al ağa sana kurban. Verdiğimiz selamımızı al ağa sana kurban. Yazı ben şu ferişte bele ziban evişte, yazı ben şu ferişte bele ziban evişte. Senin o gül cemalın İmam-ı Zaman, değer kulli behişte. Agah sen salıqdı eşkünde de bizi. Agah sen salıqdı eşkünde de bizi. Ağacan hamı güzellerden güzel bilem seni. Gülü taha gel, canım ola gel, yandık hicrinde seni Zehra gel, yandık hicrinde seni Zehra gel. Ya Mevla Mehdi, ya Mevla Mehdi, ya Mevla Mehdi, ya Mevla Mehdi, ya Mevla Mehdi. Ahsan, ahsan. Ya Mevla Mehdi, ya Mevla Mehdi. Vücudun aleme lütfeylem yezeldi. Vücudun aleme lütfeylem yezeldi. Hamı alem bilir ağam çok güzeldi. Hamı alem bilir Mehdi çok güzeldir. Nigarımsan gel, baharımsan gel, alem bilir ki dildarımsan gel, alem bilir ki dildarımsan gel. Ya Mevla Mehdi, Elbi qaldır çağırağanı. La Mehdi, ya Mevla Mehdi, ya Mevla Mehdi, ya Mevla Mehdi, Ya Mevla Mehdi,
Məst olur kim görür üzündəki xali. Məst olur kim görür üzündəki xali. Yusuf'un eyleyir gören o cemali. Mehidilara gözleri şehla, çok güzeldi bu Yusuf-u Zehra. Çok güzeldi bu Yusuf-u Zehra. Ya Mevla Mehdi, Ya Mevla Mehdi, Ya Mevla Mehdi, Ya Mevla Mehdi, Ya Mevla. Hüsnü çok güzeldi, bu hüsne tay olmaz. Hüsnün çok güzeldi, bu hüsne tay olmaz. Her güzeller gelip ağama tay olmaz. Lütfeylem yezel hüsnü bir bedel, hamı söylesin güzelsen güzel. Hamı söylesin güzelsen güzel. Ya Mevla Mehdi, Ya Mevla Mehdi. Ey könül sabr eyle, hasret çektiğin canan gelir. Ey könül sabr eyle, hasret çektiğin canan gelir. Etmeye azad bu hasretten seni o can gelir. Sanma bu derd ehline alemde yoktur bir elaç. Sanma bu derd ehline alemde yoktur bir elaç. Var elaç şeksiz hem derd ehline derman gelir. Bir emel ömreyleyen o keslerin vay haline, Tanrı'nın dergahına mahşer günü peşman gelir. Hakk'ın emriyle, Hakk'ın emriyle cahanda zulmeti mahvetmeye
Ustad bəyəklər buyurdu. Haqqın əmri ilə cahanda zülməti məhv etməyə, qeybidən nurun saçar bir günü, mahi təqam gələr. Zikr eylə Zikr eylə seyyid dəmadəm, kəsməsən ümidimi. İntizara son qoyan o sahibi, İnşallah dövran gələr, İmam-ı zaman gələr, ağam gələr. Ya Mevla Mehdi, Ya Mevla Mehdi, Ya Mevla Mehdi, Ya Mevla Mehdi. اللهم إنا نسألك وندعوك باسمك العزيز الأعظم الأجل الأكرم. Allah sənə and verirəm izzətivə, cəlalıva, kərəmivə, rəhmətivə, mərhəmətivə, məhəbbətivə. Bu əllər ki, sənin dərgahıva qaldırmışıq ilk əvvəl duamız, İmam-ı zamanımızın zuhurunu təcil elə. Bağışlamamış bizi bu məkandan çıxartma. İmanla, təqva ilə yaşayıb, izzətlə bu dünyadan köçməyi bizlərə nəsib elə. Bizi dinivə xadim olanlardan qərar ver. Bu az xidmətləri bizlərdən qəbul elə. Allah əzizlərimiz şeir dedilər, mədh elədilər, Quran oxudular, ya Rəbbəl aləmin, onları əhl-i beytünlə məhşur elə. Onlar ki, bizə xəbər göndərib dua istəyib, o qardaş bacılarımın dualarını qəbul elə. Məkkə, Mədinə, Kərbəla, Məşəd, Samirra, Kazmin, bəqi ziyarətlərin bizlərə nəsib elə. Allahım, xəstələrimizə şifaya acil inayət elə. Övladı olmayanlara övlad nəsib elə. Subaylarımıza gözəl ailə nəsib elə. Ailə müşkül olanların müşküllərin tezliyi ilə həll elə. Borcu olanların borcların verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə. İşsiz qardaşlarımıza iş nəsib elə. Sıxıntıda olan möminlərimizə İmam Musa Kazım hörmətinə özlərinə fərəc, ailələrinə səbr bəxş elə. Vətənin keşiyində olan əskər zabitlərimizi hifz elə. Allahım, şəhidlərimiz onları əhl-i beytlə məhşur elə. Şəhidlərimizin ailələri onların qəlbinə huzur və aramlıq nazil elə. İşğaldan azad olunmuş torpaqlarımızda əhl-i beyt məclisləri qurmağı, ibadət eləməyi bizlərə nəsib elə. Peyğəmbər və əhl-i beytinə salavat zikirlə.